Herkese salam. Bugün Barbilərimi tam da Barbilərə layiq bir yerə gətirmişəm. Sahil metrosunun çıxışında yerləşən Chocoport'a. İstədik girişdə belə bir maraqlı oyun oynayaq. Şəhər gələndə hər kəs figurun bir parçası olmalıydı. Axırda ən yaxşı donan udacı idi və təbii ki Rabia qazandı mənim fikrimcə. Mən burada biraz istədim kaçamak eləyim, amma tutulmuşam kameraya. Daha sonra uşaqlar birbaşa qaçdılar ikinci mərtəbəyə. Qərarlaşdırdıq ki, hər neon yazın qabağında bir daha maraqlı senari canlandıraq. Uşaqlar bu yerlənçələri çox bəyəndilər. Sonra onlara balkondan asılan ayıcıqları göstərdim. Qaçdılar özlərinə o ayıcıqlar kimi apardılar. Əsladın ikinci mərtəbədə ən sevdiyi dekor bu oldu. Çünki boyuna uyğun idi. Bu arada restoranda bu dekorların qabağında şəkil çəkdirmək tam ödənişsizdir. Burada belə bir səhnə canlandırdıq. Çocuklar hər zaman kalbi seçər. Sonra burada Əsnad qısqanan oldu. Qısqanmayan qadına xeyir gəlməz. Əsnad burada məni qısqanır. Birinci mərtəbəndə ən sevdiyim iki hissəsi oldu. Biri buydu. Biri də bu hissə, xüsusilə göydən asılan kəpənəklər çox gözəl, insanı özünü başqa bir diyarda hiss elətdirirdi. Daha sonra 4 nəfərlik belə bir set verdi. Şəhriyar bizi öldürürdü ki, acından ölürəm, tez olun da. Deməli 4 dənə burger, 2 dənə kartoşka fri, 2 dənə salat, 4 dənə kola və pendir çubuqları. Hamısı 4 nəfərlik setə daxil idi. Bu arada Happy Birthday yazısını görürsünüz. Burada doğum günü keçirtmək də olur. Qərarlaşdırdıq ki, iyul ayında Əsnadın ad gününü burada keçirdək. İnşallah hər şey planladığımız kimi geçsə, Bakıda burada keçirdəcəyik. Əsnadın ən sevdiyi yemək pendir çubuqları. Şəhriyara uşaqlar bir qayda qanun qoymuşdular ki, burada olduğumuz müddətcə ata, sən bizim atamızsan, sənin borcundur bizlə oyun oynamaq, sən də bizlə bir yerdə burada Barbie olacaqsan. Şəhriyara da bir ad qoymuşdular, nəsə Barbie adı qoymuşdular. Daha sonra belə bir ayıcıq gəldi. Əsnad ayıcıqlardan çox qorxur, klonlardan çox qorxur, amma nədənsə bu ayıdan qorxmadı. Daha sonra Şəhriyarın başına hər yerdə oyun açırıq. Burada da Şəhriyarla ayını rəqsə dəvət elədik. Sağ olsun ayı bizi incitmədi və Şəhriyarla çox maraqlı bir rəqs oynadılar. Daha sonra çay süfrəmiz hazır oldu. Belə bir Yumi fondue sifariş verdik. Bir dənə də 2 qat waffle, double waffle idi deyəsən adı. Uşaqlar Chocoport'un bu kokteyllərini keçən il gələndə çox bəyənmişdilər. Yenidən bunlardan sifariş verdilər. Mən də dadına baxdım. Mavilini də çox bəyəndim. Nəysə, bu qədər. Biz getdik. Siz də özünüzə yaxşı baxın.